12.150 manat ödəməklə Yeni Sumqayıt layihəsində 3 otaq stüdyonun ən ideal proyektlərindən birinə sahib olmaq istəyirsinizsə, bu videoyu qaçırmayın dəyərli izləyicilərim. Hal-hazırda mən Yeni Sumqayıt layihəsindəyəm. Sizlərə 3 otaq studiya tipli bir mənzil təqdim edəcəm. İndi isə gəlin mənzilin daxilinə keçid alaq. İsə daxildən təqdimata davam edək dəyərli izləyicilərim. İstəyirəm ilk öncə sizə otaq və studiya mətbəx hissəsi ilə tanış edim. Qonaq otağımız vitraj pəncərəyə təchiz olunub. Vitraj pəncərənin qarşısında məhəccər olacaq. Bu hissə studiya mətbəx üçün nəzərdə tutulub. Qonaq otağımız olduqca geniş bir işıqlıdır. Ümumi görüntüsü isə belədir. Bura giriş hol hissəsidir. Girişdən sağ tərəfdə dəhliz dolabı üçün geniş bir yer var. Birinci yataq otağımız. Birinci yataq otağımızdan eyvana birbaşa çıxış var. Ümumi görüntüsü isə belədir. Və növbəti yataq otağımız. Kifayət qədər genişdir və girişdən sağda ümumi hamı sanitar qovşağı yerləşir. Bütün aksesuarlar ulaşdırılır. Ümumiyyətlə mənzildə tamamlanma işləri gedir. İnşallah bir neçə ay ərzində təhvil veriləcək binamızda yerləşir bu mənzil. 1 və 9-cu mərtəbələrdə qalır. İlkin ödəniş 12.150 manat ödəməklə bu mənzilə sahib ola bilərsiniz. Aylıqlarla bağlı ətraflı məlumat üçün mənimlə əlaqə saxlayın. Onu da qeyd edim ki, mənzilimizin ümumi sahəsi 59 kvadrat metrdir. 3 otaq stüdyo tipli bir mənzilin ən ideal proyektidir dəyərli izləyicilərim. Yox, əgər mərtəbə seçimi sizi qane etmirsə, mən nümunə olaraq bu videonu çəkdim. Bizdə 2027-ci ilin əvvəllərinə təhvil veriləcək binada mənzillərimiz mövcuddur. Bu mənzildə də orada var. Ətraflı məlumat, kvadrat seçimləri və qiymətlərlə bağlı mənimlə əlaqə saxlayın.